Tibbi ərazi bölmələrini idarə etmə birliyində baş verən son dəyişikliklər səhiyyə sistemində yeni və daha dərin proseslərin anonsu kimi qiymətləndirilir. Vüqar Qurbanovun təbibin icraçı direktoru vəzifəsindən azad olunması rəsmi açıqlamalarda adi qərar kimi təqdim edilsə də, kulis məlumatları tamamilə fərqli mənzərədən xəbər verir. Xüsusilə modern.az saytının sabiq rəhbərin yaxın günlərdə həbs olunacağı ilə bağlı iddiası gündəmi daha da qızışdırıb. Rəsmi qurumlar hələlik detalları açıqlamasa da, yayılan xəbərlər bunun sadə kadr dəyişikliyi olmadığını göstərir. İddialar maliyyə intizamı, satın almalar və idarəetmə mexanizmləri ətrafında mümkün hüquqi araşdırmaların aparıldığını önə çəkir. Bütün bunlar isə Vüqar Qurbanovun vəzifədən uzaqlaşdırılmasının səhiyyə sistemində daha ciddi proseslərin başlanğıcı ola biləcəyi ehtimalını gücləndirir. İndiki məqamda Vüqar Qurbanov həbs edilə bilərmi? Global.info.az-a danışan vəkil Rəsul Cəfərov bildirib ki, Vüqar Qurbanovun həbs olunacağına dair rəsmi məlumat yoxdur. Hər hansı hüquq pozma və ya qanun pozuntusu baş veribsə, rəsmi qaydada ittiham irəli sürülməlidir. Bu mərhələdə qətimkan tədbiri məsələsi də həll olunur. Qətimkan tədbiri qismində həbs, ev dustaqlığı və ya qanunvericilikdə nəzərdə tutulmuş digər alternativ tədbirlər tətbiq oluna bilər. Şəxs barəsində ittiham irəli sürülsə, onun haqqında həbs, ev dustaqlığı və ya digər məhdudlaşdırıcı tədbirlərin seçilməsi məsələsinə qanun çərçivəsində baxılacaq.